Salamlar. Gəlin bir düşünək. Karyeranızın sükanı arxasında kim oturub? Siz yoxsa sadəcə axınla gedirsiniz? Bax, bugün məhz bu mövzudan danışacağıq. Şəxsi inkişafınıza nəzarəti tam olaraq öz əlinizə almağın yollarından, yəni sərbəst inkişafdan. Bu əslində öz gələcəyinizi özünüzün yaratması üçün bir bələdçidir. Bəzən olur, elə deyilmi? Özünüzü karyeranızda sanki bu şəkildəki kimi bir buz parçasının içində donmuş hiss edirsiniz. İrəli getmək istəyirsiniz, amma nəsə sizi saxlayır. Haradan necə başlayacağınızı bilmirsiniz. İnanın ki, bu hissi yaşayan tək siz deyilsiniz. Yaxşı, bəs bu buzları necə əritmək olar? Çıxış yolu varmı? Cavab, sərbəst inkişaf dediyimiz bir yanaşmadadır. Bəs bu nədir əslində? Növbəti bir dəbili sözdür, yoxsa həqiqətən də işə yarayan bir konsepsiyadır? Gəlin təməldən başlayaq. Ən sadə dildə desək, sərbəst inkişaf öz inkişaf gəminizin kapitanı olmaq deməkdir. Sükanda xəritə də sizin əlinizdədir. Yəni, artıq gözləmirsiniz ki, kimsə gəlib sizə hansısa təlimə göndərsin və ya sizə yeni bir şey öyrətsin. Yox, təşəbbüsü özünüz ələ alırsınız, istiqaməti özünüz müəyyən edirsiniz. Bilirsiniz, bu heç də yeni bir fikir deyil. Təsəvvür edin, hələ 16-cı əsrdə Galileo nə deyirdi? Əslində onun bu sözləri sərbəst inkişafın tam mərkəzində dayanır. Biz başqalarından ilham ala bilərik, amma əsl böyümə, əsl kəşf bizim öz içimizdən gəlməlidir. Bu, cavabları özümüzdə axtarmaq səyahətidir. Yaxşı, bunu başa düşdük, amma niyə məhz indi? Bu qədər sürətlə dəyişən dünyada sərbəst inkişaf sadəcə yaxşı olardı deyil, artıq bir zərurətə çevrilib. Gəlin görək bunun sizin üçün, sizin karyeranız üçün mənası nədir? Gəlin bir saniyəlik dayanaq və özümüzə qarşı tam səmimi olaq. Bir neçə sual verəcəm, dərindən düşünün. Bugünə qədər əldə etdikləriniz sizi həqiqətən də qane edirmi? Daha artığını bacaracağınıza inanırsınız. Bəlkə də kaş ki dediyiniz, əldən buraxdığınız fürsətlər olub. Bax, bu suallara cavab tapmaq, hərəkətə keçmək üçün ilk addımdır. Amma düşünməyin ki, bu ancaq sizin üçün vacibdir. Müasir şirkətlər də bu məsələdə çox maraqlıdır. Soruşursunuz niyə? Cavab sadədir. Çünki özünü daim inkişaf etdirən işçilər şirkətin ən qiymətli resursuna çevrilir. Onlar problemlərə daha kreativ yanaşır, dəyişikliklərə daha tez uyğunlaşır və şirkəti irəli aparırlar. Yəni sizin qələbəniz şirkətin də qələbəsidir. Bütün bunlar qulağa çox yaxşı gəlir, elə deyilmi? Amma gəlin reallıqdan danışaq. Əgər bu qədər asan olsaydı, yəqin ki, hamı bunu edərdi. Sərbəst inkişaf yolunun da təbii ki, öz çətinlikləri, öz maneələri var. Gəlin reallıqla üzləşək və bu maneələrin nələr olduğuna baxaq. Bəs ən çox qarşımıza çıxan maneələr hansılardır? Gəlin baxaq. Birincisi, gündəlik işlərin çoxluğu, vaxt yoxdur deyirik. Sonra, bəlkə də rəhbərlikdən və ya komandadan lazımi dəstək görmürük. Və bəlkə də ən əsası, hardan başlayacağımızı bilməmək çaşqınlığı. Amma bunları bilmək, onlara qarşı hazır olmaq deməkdir. Amma bu maneələr sizi qətiyyən qorxutmasın. Çünki yaxşı xəbər budur ki, düzgün bir yol xəritəsi ilə bu maneələri aşmaq tamamilə mümkündür. İndi sizə sırf nəzəriyyə yox, addım-addım tətbiq edə biləcəyiniz praktiki bir inkişaf modeli təqdim edəcəyik. Bu, sizin şəxsi kompasınız olacaq. Və burada yadda saxlamalı olduğumuz ən vacib məqam nədir? Sərbəst inkişaf bir dəfəlik bir şey deyil. Yəni, getdim, bitirdim, sertifikatı aldım söhbəti deyil bu. Bu, davamlı bir dövrədir. Heç vaxt dayanmayan bir prosesdir. Və bu prosesin mərkəzində siz dayanırsınız. Gəlin görək bu dövrə necə işləyir. Gəlin bu dövrəni 4 sadə, amma çox güclü mərhələyə bölək. Birinci, özünü təhlil. Bu, güzgüyə baxıb özünə dürüst suallar vermək anıdır. Mən hardayam, nəyi yaxşı bacarıram, harda zəifəm. İkinci, planlaşdırma. Yaxşı, vəziyyəti bildim, bəs indi nə etməliyəm? Hədəfə çatmaq üçün konkret bir yol xəritəsi çəkmək. Üçüncü, fəaliyyət. Ən əsas mərhələ. Planları kağız üzərindən reallığa daşımaq. Və dördüncü, bəlkə də ən çox yaddan çıxan mərhələ. Düşünmə. Yəni, bir addım geri çəkilib analiz etmək. Nə öyrəndim, nə işə yaradı, nə yaramadı. Və bu analiz bizi hara aparır? Təbii ki, yenidən birinci mərhələyə. Dövrə beləcə davam edir. Nəzəriyyə əladır. Bəs real həyatda, praktikada bu model necə işləyir? Gəlin bunu daha aydın görmək üçün real bir hekayəyə, Simonun uğur hekayəsinə baxaq. Baxın, Simonun hekayəsi bu modelin necə işlədiyini mükəmməl göstərir. O, əvvəlcə anladı ki, ordudakı karyerası artıq onu qane etmir. Bu nədir? Özünü təhlil. Sonra yeni bir sahəyə keçmək üçün hansı bacarıqlar lazımdır deyə araşdırdı, bir plan qurdu. Bu, planlaşdırmadır. Və nəhayət, həm işdə, həm boş vaxtlarında konkret addımlar atdı, yeni şeylər öyrəndi. Bu da oldu fəaliyyət mərhələsi. Və əminəm ki, bu prosesdə nəyin işə yaradığını daima analiz edib, yoluna davam edib.
İndi isə gəldik bütün bu mövzunun ən maraqlı, bəlkə də ən təəccüblü tərəfinə. Adında sərbəst sözü var, elə deyilmi? Amma bu o demək deyil ki, bu yolda tək-tənha olmalısınız. Və budur o paradoks. Sərbəst inkişafa tamamilə tək başına nail olmaq demək olar ki, mümkün deyil. Necə yəni? Axı sükan mənim əlimdədir deyirdik. Bəli, sükan sizin əlinizdədir. Amma gəmini hərəkət etdirmək üçün bəzən başqalarının da köməyinə, fərqli bir baxış bucağına ehtiyacınız var. Məhz buna görə də hər birimiz öz təkmilləşmə şəbəkəmizi qurmalıyıq. Bu sizin şəxsi dəstək komandanızdır. Amma bu komanda təkcə sizi tərifləyənlərdən ibarət olmamalıdır. Əksinə, sizə doğru, hətta bəzən xoşagəlməz sualları verən, sizi biraz narahat edən, amma daha yaxşı olmağa sövq edən insanlar olmalıdır. Mentorlar, rəhbərlər, həmkarlar, onlar sizin görmədiyiniz tərəfləri sizə göstərəcək və inkişafınıza inanılmaz bir təkan verəcək. Və gəlin sonda George Bernard Shaw'nun bu dahiyanə fikri ilə yekunlaşdıraq. Uğur, hazır şərtləri gözləyənlərin yox, hərəkətə keçib o şərtləri özləri yaradanların olur. Sərbəst inkişaf, bax məhz budur. Gözləmək yox, yaratmaq. Bəs siz öz gələcəyinizi yaratmağa hazırsınız?